Bax Yusuf, L parklamasını işləyəcəyim indi. Asan yollarla izah etməyə çalışacağam. Bax biz bu iki haftanın arasında L parklaması eləmək istəyirik. L yəni ki, Y-də L hərfi çəkəcəyik, böyük L. Bax dostum, birinci avtomobildən heç bir hesablama götürmürük. Gəlirik ikinci avtomobillə yan məsafə. Bu yan məsafəyə bu bizim avtomobildir. Maşını çək. Bizim avtomobillə bax bunun arasında 2 metr yan məsafəsi olmalıdır. Yəni bax təqribən bir böyük addım 1 metrdir. 1 2. Bax. Görürsən 2 metr təxminən var. Bax biz maşını saxlamışıq. Bax bu maşını da 2 metr keçməliyik. 1 2. Sənin avtomobilin arxası bax burada olmalıdır. 2 metr yan məsafəsi, 2 metr də keçir maşını. Və avtomobilin arxası burada olmalıdır. Əgər sən onu güzgüdə tuta bilmirsənsə, daha asan yol verirəm. Bax, bizim avtomobilin güzgüsü ondan sonra dayanmış avtomobil varsa, bax onun qurtaracağını ən son güzgüdə paylaşdırməlisən. Xətt varsa, xəttlə paylaşdırməlisən. Bax, məsəl üçün, biz, eşitsənmə, yaxın gəl, bax, biz güzgümüzü bundan paylaşdıranda, artıq sənin avtomobilin arxası bax, tam burada olacaq. Oldu? Sonra sükanı çevirə-çevirə gəlib daxil olacaqsan həmin istiqamətə. Və yerində bir dövrə vursa hər şeyə başlaya bilərsən. Gedə-gedə başlaya bilərsən. Oldu mu? İndi sən əyləş avtomobildə şüşələri yendir və mənim komandamı dinlə. Mən stop desəm, stop, tormuzu bas. Oldu? Kəmərini bağla. Dediyim hesablamanı tut, dayan, görüm düzgün dayanacaqsan indi. Avtomobili əymə. Bax dostum, tələsmə, tələsmə. Şuşanı düzəlt. Əyl bax. Bax, mən gör, haradayam, düzgün sən haradadır. Gör güzgü haradadır. Gəl, qorxma. Ver. Ver. Aysa, bax budur. Oldu? İndi başla. Torumuzu boşla. Tələsmədən. Parklama tələsməyi sevmir. Diqqətsiz sevmir. Güzgülərini yoxla, sağ-sol güzgü bax. Tələsmirik. Əhsən. Stop. Əlaçı. Qəşəng. Çıx indi. Bir də zəhd eləyəcəyik. Saxlaya bilərsin.